Salamlar dostlar, mən Qarşıyam. Bugün sizinlə nə videosu seçirəm? Başdan da bildiyiniz kimi bugün sizinlə bir gün dərsimi seçirəm. Bəli. Yəni gürültülü alqışalaq. Alqışlarınızı verək. Çox sağ olun dostlarım. Bu arada belə videoların davamı üçün aşağıdan kanala like atıp abunə olmağı unutmayın və buradan çıxın. Səhv etmirəmsə buradan çıxır ya da ki buradan çıxır. Amma çox güman ki buradan çıxan Instagram buradan çıxacaq deyəsən bu dəfə. Oradan çıxan Instagram səhifədəki follow atmağı unutmayın. İndi dostlarım, nə edirdim dərs olaraq? Dərs olaraq dostlarım, ilk növbədə mən həmişə çöldə bu arada dostlarım çox külək var. Mən bu videonu birinci gün çəkirəm, lakin birinci gün yox, ikinci gün atmayacağım. Çünki sabah başqa bir dənə video atacağım. Hər gün dostlarım başlamışam artıq videolar atmağa. İnşallah daha da yaxşı olacaq. Ağlımda bu arada dostlarım video fikirləri yoxdur. Video fikirlərinizi yazmağı unutmayın. Başqa nə deyə bilərəm? İndi dostlarım ilk növbədə taxımım yenidən bura. Baxın. İndi dostlarım ilk növbədə az dil işləyirdim. Yəni ki Azərbaycan dilini işləyirdim. Bilirsiniz ki mən 6-cı sinifəm, 2-ci hissələr veriblər. Tapşırıqlarım baxın dostlarım burada 10-cu səhifədə veriblər. 10-cu səhifədə bunu veriblər. Bir də ki tapşırığını veriblər. Arxa səhifədən də ki bunu veriblər. Yox, bu ikisini veriblər. İş dəftərindən də ki bunu vermişlər. Bu arada xəttim biraz pisdir, ona görə çox üzr istəyirəm. Deməli az dilini hələ ki yazdım. Az dilinə baxın, yazmışam burada. Xəttim dostlarım yenə deyirəm çox pisdir, ona görə sizdən çox üzr istəyirəm. Bu arada arkadaşlar desəz nədir? Yuxarıdaşlar. Onlar da bilmirəm, anam qoyub da bilmirəm nədir. Yəqin ki içində yorğan və yaxud və s. şeylər olar. İndi dostlarım ilk növbədə Azərbaycan dilimi qurtardım. İndi sumkamı çıxardım. Sumkamlar dostlarım riyaziyyatımı çıxardım. Baxdım dostlarım riyaziyyatımı. Bu arada dostlarım ən pis dəftərlərindən biri riyaziyyatdır. Mənim dostlarım nə vaxt riyaziyyat dəftərim olur? Baxın belə qopur. Bilmirəm nədəndir. Belə qopur. Heç bilmirəm nədəndir. İnşallah da ki eləyəcəm bunu. Təzəlikdə qopdu. Neydi o? Neysə eləyirlər. Ya adı da yadımdan çıxır. Niyə şaqqıladı? Yapışıb. İndi dostlarım, müəllimə riyaziyyatdan açın bir dəqiqə. Çoxluq bölməsini keçmişik. Müəllimə də ki, hələ ki çoxluğa tam keçməmişik. Müəllimə yəni ki izah eləyibdi də. Çoxluq bölməsində müəllimə ikinci tapşırıq veribdi. 3-ü veribdi, 4-ü veribdi, bir də ki 5-i veribdi. Bu qədər tapşırığım var. Sonra sabaha təbiət oxuyacağım. İndi dostlarım, mən oxuyan yerdə sizdəki sürətləndirilmiş şəkildə görəcəksiniz. Bəli dostlarım, artıq təxminən yarım saatdır, neçəsə qədər vaxtı riyaziyyat yazıram. Bəli, artıq bitirdim riyaziyyatımı. Bir dənə tapşırıq eləyənmədim. Onu da ki, ya Geminidən baxmaq
olmaz. Daha doğrusu gedib sabah müəllimədən dərsi soruşaram. İndi baxın dostlarım, hansı tapşırıqlar elədim? 2, 3, 4-ü bir dənə başa düşmədim. 2, 3, 5. Biraz uzun tapşırıqlar idi. Belə Venn diaqramı çəkib işləməlisən. Başqa onu da düzəldim. Müəllimə iş dəftərindən verməyibdi. İndi dostlarım, riyaziyyatda bağladıq. Keçək. Təbiət oxuyacağam. Sonra da ki, ingilis dili səhv etmirəmsə oxumalıyam. İndi dostlarım, hələlik sağ olun. İngilisində görüşərik. İndi dostlarım, hal-hazırda təbiətdən müəlliməm bizə evə işləməyə bir tapşırıq veribdi. O tapşırığın da ki, mən səhv etmirəmsə 3-ünü sinifdə yazmışdım. Elə uşaqlar başqa tapşırığı yazana qədər mən önə keçib yazmışdım. Bu arada dərsimizdəki elektrik cəryanıdır. Bunu bir daha da üstündən keçib oxuyacağam. Müəllimə ilə nə qədər də oxusaq da, yenə də ki, üstündən məncə keçmək daha da faydalı olar. İndi dostlarım, 3-ünü yazmışdım dərsdə. Hətta dostlarım, pis üzr istəyirəm yenə də. Bu arada dostlarım, videonun bu yerində aşağıdan kanal like atıb abunə olmağı unutmuruq və səhv etmirəmsə altdan çıxacaq bir dəfə. Altdan çıxan Instagram səhifəmdəki follow atmağı unutmuruq. İndi dostlarım, keçək tapşırığa. İndi burada nə qədər idi? 2 dənə tapşırıq yazacağam. Sonra da dərsin sürətləndirilmiş şəkildə üzündən, yəni ki, oxuyacağam da. Neyse dostlarım, hələlik sağ olun, görüşərik. Bəli dostlarım, artıq təbiətimdəki oxudum və yazdım, bitirdim. İndi orada bir yazıb qurtardım artıq. Bəli dostlarım, bugün sizinlə birlikdə dərslərimi etdim. İnşallah videomu bəyənmişsiniz. Bu arada dostlarım, 100 abunəyə və yaxud da ki 1000 abunədə mahnı çıxartmaq düşünürəm. Mahnının sözləri və adı hazırdır. Bu arada bizi Türkiyədən, Rusiyadan izləyicilər izləyir. Bir də ki, Azərbaycandan indi sizə bir şey deyim. Я тебя люблю. Rusca dedim buna. Arkadaşlarım, sizi seviyorum. Bu da ki Türkçe olsun. Dostlarım, sizi çox sevirəm. Bu da ki Azərbaycanca olsun. Çünki bizi izləyənlər var doğrudan da. Neyse dostlarım, bir videonun da sonuna gəldik. Aşağıdan kanal like, abunə olmağı unutmuruq və aşağıdan çıxan Instagram səhifəmdəki follow atmağı unutmuruq. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın. I like to work my wrist. I like to pop my shit. You ain't